Bəli, həmişə olduğu kimi bu gün dərsdə çox adam var. Çünki çox adam testləri yazdığından dolayı beləncə də bilirəm. Əlimizi qaldıraq, suallarımızı verək. Rahat suallar idi, asan suallar idi. Buyurun arkadaşlar, utanmayın. Elə bir ki, öz suallarınızdır. Eləmin ki, mən səsinizi açın, adınızı çəkim. Buyurun suallarınızı verin, gəlsin. Aysun Hanım, selamun aleyküm, akşamınız xeyir olsun. Nasılsınız? Buyurun sesi açın, zəhmət değilsə. 7 kilometr piyada gəzəndən sonra sizə dərs. Buyurun, sesi aça bilərsiniz. Aysun Hanım, Axşamınız xeyir, müəllim, necəsiniz? axşamınız xeyir, siz necəsiz? Çox sağ olun. Yaxşı olun. Buyurun, verin suallarınızı. Müəllim, mən ikisini yazmamışam. 6-cını, bir də 28-i. Tamam, baxaq. Deməli, 6-da deyir ki, it is only natural. Yalnız o zaman belə mən başa düşürəm. Yəni natural sayılır ki, prosta deyir natural, yəni təbiidir, təbii haldır. Nə? That stealing, oğurlamaq, yəni oğurluq, belə eləyim. Can be more prevalent. Prevalent yaygın deməkdir, widespread. Nə ola bilər? Oğurluq yaygın ola bilər, geniş yayılmış ola bilər. Niyə? Çünki as everything now, indi hər şey costs so much. Yəni, indi hər şey nədir? Bahadır. Ona görə də oğurluq da nədir? Çox yayılıb. Düz deyirəm, səhv deyirəm. Və bu da deyir təbiidir, natural. A'da deyir ki, one, yəni heç kim, cannot expect a rise in instances of theft. Heç kim deyir, oğurluq hallarında nədir? Artım gözləyə bilməz. Yəni, oğurluğun artmasını gözləyə bilməz. While amma the cost of living continues to be so high. Amma deyir ki, nə baş verir? Məsələn, yaşam standartı getdikcə bahalaşır, belə deyim. Əlaqəsi yoxdur. In view of the high cost of living, yəni hər şey baha olmasıyla ya da baha yaşam tərzini müşahidə eləməklə in view deyir. It's not surprising, təəccüblü deyil. Təəccüblü deyilsə deməli natural. Nə? That theft can be on the increased. Theft də oğurluq deməkdir. Oğurluq da nədir? Artımdadır. Yəni oğurluğun artmasının, belə deyir, artmasının səbəbi nədir? High cost of living. Bunu saxlayalım yadda. Yəni bahalı ya da yuxarı yaşam, nə deyim buna? Cost of living də nəsə bu. C'də deyir ki, if prices go up, əgər qiymətlər yuxarı qalxsa, the number of cases of theft, oğurluq hallarının sayı da nə olacaq? Azalacaq. Əlaqəsi yoxdur. Unless əgər qiymətlər aşağı düşməsə, kənddə, countryside kənd demək, yəni şəhərdən kənarda. Əhali, daha çox əhali oğru olacaq. Bunda əlaqəsi yoxdur. Təbiidir ki, shoplifting nədir? Mağazadan oğurluq halları. Deməli, buna heç əlaqəsi yoxdur. Çünki yuxarıda bundan heç danışmır. Bizdə o zaman C qalır. Üzrdən C yox. B qalır. Niyə? Deyir ki, təbiidir. Nə təbiidir? Oğurluq yayılıb, yəni prevalent olur. Bunda səbəbi nədir? Everything now costs so much. Hər şey bahadır. Yəni B'də dedik ki, hər şeyin baha olduğu bir zamanda ya da səbəbində in view of bu mənzərə, belə deyək, cost of living, həyat tərzinin yuxarı bahalı olması dan dolayı it's not surprising. Təəccüblü deyil ki, oğurluq da nədir? Artır. Yəni eyni şeydir, eyni fikirdir. Anlatabildim yoxsa təzədən deyim? Yox, anladım. Çox sağ olun. Tamam. Siz sağ olun. Növbəti? Növbəti 28-i yazmamışam. Okay. Bu nə 28?
Ha, söz önü. Bu asandır. Müəllim, mən Deməli, çox danışırdım bunda. nədir? Bilmirəm hansını seçim. Ona görə də cavab seçmədim. İki variant arasında qaldım. Hansı variant? Bir beni yox, bir anı fikirləşdim ki, A ola bilər. Ya da ki, Hı. C ola bilər. Belə düşündüm. Gördüm Tamam. ki, seçə bilmirəm. Ona görə seçmədim. Düzüm Aslında aparmasın. burada ipucu var. Çox sadədir. Waitingdən sonra for gəlmir. Waiting for. Hə. Waiting for'a görə istədim ki, e, be- beyni də istədim. Ancaq orada meetdən sonra Şöyle. deyir, onunla görüşdüm. Ancaq orada boşluq verir o variantda. Ona görə onu Adam götürmədim. middən sonra boşluq gəlir də. Middən sonra sözünü yoxdur. Normalda işlənir. O biraz fərqli məna olur. Bizə də o Bildim. O düşmür. deyir Bizə ki, orada bu düşmür. onunla Middən sonra görüşdüm. sonra. Orada Biz deyir, elə deyirik görüşdüm də. onunla. Meet Ona somebody. görə bizi fikirləşdim. Elə ona görə hamı çaşdırır with deyə. Meet somebody. So. Meet Meet somebody. with olanda bir araya gəlmək anlamına gəlir. Burada isə görüşmək yox, qarşılamaq. Qarşılaşmaq, Qarşılamaq. Hmm. Qarşılaşmaq Qarşılamaq. mənası da var. Prosta bunun həyat yoldaşı bunu qarşılayır. O mənada da meetdir və söz önü istifadə olunmur. Wait'ə görə əslində for'u bildim ki, orada for olar. Wait orada waiting for. Onu bildim. Sadəcə orada Siz bizə görə baxın, bildim. belə bir şey olanda, məsələn, with deyib bir də for. %100 bilirsiniz ki, wait for'dur da, yəni başqa variant yoxdur. Qoyun geçsin. O birisine baxmaya ehtiyac yox. Elə bircə dənə də Sonra var. eşq olsun. 38 düzünüz var. 38 yox, müəllim. 33-də. Mən başqa variant yox, 33-də. Mən Hə, başqa bu variant götürdüm. bu lazım deyil. Burada sual səhvdir. Belə sual da düşmür. Partikellar. Mən də Burada onu götürdüm. bir də Açdım, düzdür. başqa şeydir. 2 də düzdür. Aha. 3 də. Sonra was the only person. Yox, 3 yox. 4 də düzdür. Burada gözü bold face olmalı. Bold face'də də verməmişəm. Əslində the old woman lived there alone. Bunu Orozmu Save, yani orijinal İngilizce desem bu zərfdir. Orozmu Save buna nədir, particle verir. Yani biraz karşı mövzu özləri də bilmir. Yəni siz bu standart mövzu deyil. İngilizcədə belə mövzu yoxdur. İngilizcədə particle deyək, not inkar hissəcidir, to məsləridir. Bir də phrasal verblərdəki söz önülər. Yəni particle odur. Bizimkilər isə özlərindən izah çıxarırlar. O görə bu mövzunu yani salmırlar dahi sual kimi. Prosta özüm toxunmadım ki, olduğu kimi qalsın. Qarışdırdım. Heç də olmaz. Sonra heç nə mən. Sözləri öyrənmişsiniz. Amma deyəsən 170 verirdim. Bu gün heç nə öyrənməmişəm, bəli. Nə vaxt öyrənmişdiniz ki? Yox, müəllim, mən hər dəfə öyrənirəm. Mən soruşanda həmişə deyirsiniz ki, bu gün qalsın, bu gün qalsın. Mən dərsin gününə Allah haqqı çatdıra bilmirəm. O qədərdir ki, amma sonradan oxuyuram. Yox, oxumasam yaza bilmərəm heç nə. Sonra oxuyuram amma. Heç bir şey, naizsiniz. Sağ olun, Allah köməyiniz olsun. Tamam, sağ olun, sağ olun. Və qalan o birlər düzdür. Tamam. Sağ olun. Sağ olun. Arkadaşlar, grupa düzdür yazmamışdım. Nerede bu? 170 dedikdə 170 ise 170 gələn neçə eləyir? 339 deyək ki 340, üstünə də 170 gələndə neçə eləyir? 510. Heç də. İndi kim öyrənməyibsə gələn dərsə hamısını soruşaram. Gələn dərsə də bir dənə şey hazırlayaram. Leksik. Bir dənə də bu inşallah öyrənərsiniz. Vəfa xanım, selamun aleyküm, akşamınız xeyir olsun. Buyurun gelsin. Size buradan Aysun xanımdan 4 dəqiqə qaldı.
Sizin də 15, elədi 19 dəqiqə. Sizə 19 dəqiqə verəcəm. Yəni bəxtiniz gətirdi. Biraz əlavə, davabda. Buyurun. Müəllim, əvvəlcə bunu demək istəyirəm ki, özüm də çox pis oldum. Mən nəsə testi çox pis yazmışam. Sualınızı deyin, izah edeyim. Bilirəm, sağ olun, izah edirsiniz, amma mən bu qədər oxuyuram, niyə pis yazıram, başa düşmürəm. Bir Siz məsləhət deyin də mən başa salacağım. məsləhət Məsləhətim keçən dərs verdim. Diqqət, məntiq, düzgün taktika ilə oxumaq. Siz səthi oxuyursunuz. Siz əzbərə dayanırsınız. Siz məntiqi məşğul olmursunuz. məntiqim zəifdir mənim. Onu mən bir şey eləyə bilmərəm. Yox, Siz müəllim, suallarınızı siz verin. gözəl öyrədirsiniz. Çox sağ olun. Yox, Həqiqətən. əstəğfurullah, mən öyrətmirəm. Mən sadəcə izah edirəm. Öyrənmək ancaq qarşı tərəfdəkilərindən asılıdır. Siz sualınızı verin, mən deyəcəm ki, nədir bu problem? Müəllim, birinci neysə bu. Onu bence tekrardan sonra yazabileceğim bu. 7. sınıfına baksa olar. 7. əslində inanırım ki, tekrardan sonra yazabileceğim o. Nəsə bilmədim bunu. 7. Bəli, biz reduction deyə bir mövzu keçmişik. Həmin reduction etdiyimiz cümlələri bir çevirib təzədən mürəkkəb cümlə ilə bilirik. Təzədən reduction eləyəndə simple cümləyə çeviririk. Yəni mürəkkəb verilib bir cümlə, deyir bunu simple-a çevir, sadəyə çevir. Sadəyə çevirmək üçün də biz nə etməliyik? Əslində qoy bir şey deyim. Sadəyə çevirmək nə deməkdir? Bir dənə, indi görün bunların sualına problem var yoxsa yox. Çünki o vaxtlar dəqiq yanında deyil. O vaxtları 2022-də də, 23-də də problem çıxmışdı. Simple nə deməkdir? Sadə cümlə. Yəni mənim bir dənə mübtədan, bir dənə xəbərim var. Anlatabildim mi? Bəli, bəli. İndi burada sadə tərəfdən girmək lazımdır. Yəni mən 1, 2, 3, 4, 4 məntiq dediyim bu məsələdir. Yəni məntiqi yanaşmaq lazımdır. 1, 2, 3, 4 bunların içində sadə cümlə axtar. Çünki mənə deyir axı, simple-a çevir. Sadə də nə deməkdir? Bir dənə tələsməyin. Bir dənə mübtada, bir dənə xəbər deməkdir. İndi buyurun mənə 1, 2, 3, 4-ün içindən sadəcə bir cümlə olan cümlə seçin mənə. 2 dənə yox. 2 mübtada, 2 xəbər yox. Bir mübtada, bir xəbər və salam. Bu da sizə simple. Bundan asan test. Buyurun seçin. Hə, bu transformation da əslində bunu reduction-da izah eləmişdiniz, bilirəm. Demək, never having seen an elephant before. Cümləni axıra qədər oxuyun variantları. Görün harda bir mübtada, bir xəbər var. 2 dənə yox. 2 olanları çıxın. Demək, müəllim, bu birinciyə baxdım, deyir, never having seen an elephant before. Yəqin görməyiblər də. Burada mübtada yox, daha başına dönün. Mən deyirəm ki, mənə bir mübtada, bir xəbər olan cümlə tap. Sən elə qalmışsan vergülə qədər. Burada mübtada yoxdur. Burada heç xəbər yoxdur. Sən bunu niyə oxuyursan? Bacı deyirəm, başdan axıra qədər oxu. Sən elə yapışırsan. Sən mənə niyə heç vaxt qulaq asmırsan? Bax, mənə o təsir eləyir və ona görə bəli, əsəbləşirəm. Burada əsəblə. Çünki sən heç vaxt mənə qulaq asmırsan. Sən gözləyirsən ki, öz beynində bir cümlə saxlamısan ki, onu icra eləyəsən, o ya da onu deyəsən, o momentdə mən danışam, məni gözləyirsən, mən Cəlim müəllim səsi kəsən kimi mən atvet verəcəm. Mən deyirəm ki, axıra qədər oxu. Axıra qədər oxu, mənə bir mübtada, bir xəbərdən ibarət cümlə götür. 4 dəqiqən getdi. Birincini götürürük. Çünki orada məncə bir mübtada, bir xəbər var da. Hansı sözdür? Demək, Hansı sözdür bir mübtada? Bəli, the children were excited. Bu xəbərdir. Sonra. Bəli. İkinciyə baxıram ki, excited when one says the children were really excited. Burada mübtada children'da excited. Heyecanlıydılar.
Ondan sonra sin var orada. Nəsə bu elə bil düzgün gəlmədi. Bu deyil, hə, ikinci. Saxlayaq E, yadda. aha, Davam yaxşı. eləyək. Demək, the children were really excited. When, aha, bu olar məncə. Üçüncü. Demək, sonra they had been really excited when the children... Ha, yox, bu deyil, bu deyil. Məncə üçüncü, birinci, ikinci də bilmədim niyə səhvdir müəllim. Elə nəsə sözü düzgün gəlmədi, ona görə götürməzdim də o imtahanda olsam. 1-3-dür. Dörddə də they mübtada had been really excited xəbər. The children mübtada so xəbər. Hə. Dörddə iki cümlə var. İki ona görə səhvdir ki, biz nə demişdik? Nə Van da demişdik? burada tamamlıqdır. Seen participle to'dur. Üstə Bəli. gərək tamamlıq veribsə, burada bir səhvlik var. Bəs biz reduction eləyəndə nə edirdik? Özündən sonra tamamlıq olanda biz feili ing ilə veririk. Özündən Ay, sonra hə. tamamlıq olmayanda üçüncü forma. Bu ise üçüncü forma verib, üstəgəl tamamlıq verib. Halbuki olmamalı. Yəni sing olmalıydı. Sing. Çünki yuxarıda they saw deyir. Onlar görəndə. Biz də bunu keçmişik. When they saw. They sildik. Sonu da təsirli feil olub. Üstəgəl tamamlığı olduğu üçün ing ilə veririk. O da 1-də var. O da 3-də var. Çox sadə imiş. Bəli, müəllim, həqiqətən də elə idi. Mən sizinlə şaşdırdı. Mən götürüb birinciyə də baxmışam, çox qarışdırdım elə. Birinci cümləyə də baxmışam. Nəsə belə alındı, üzrü sayın. Buyurun. Demək, ikincisi budur, mürəkkəb cümlə. Hə, bildim mən. Mən bir də burada bu 7 idi də, okey, hə. Bir də burada 9-a baxsaq olar. Bu da əslində inversiyadır. İnversiyanı da yəqin gərək mütləq təkrarlamalıyam. Bu inversiyanın orijinal testində problem var idi. Mən bunu düzəltmişəm. O şəkildə vermişəm. Saçla olan başlayan cümlələrdə həmişə birinci saç gəlir. Yuxarıdakını heç baxmağa ehtiyac yoxdur. Saçla başlayanları saxladım. D variantını çıxdım. Saçdan sonra to-be'nin forması gəlməlidir. Bəli. B-də gəlmədiyinə görə B-ni də çıxdım. Ondan sonra it yox. Mübtəda gəlməlidir. It and deyə bir şey verib, ikincində belə şey yoxdur. An embarrassment, sonra zət gəlməlidir. Ondan sonra never again bu cümlənin əvvəlində əgər verirsə, ki bunlar belə götürmüşdülər, orada inversiya getməlidir. Bunlar düzgün variantı elə vermişdim. Mən də onu səhv götürmüşəm, çünki əlaqəsi yoxdur. Niyə əlaqəsi yoxdur? Double inversiya olmur, o bir dənə nazilən orada olur. Yəni bu budaq cümlədir. Budaq cümlədə də belə şey olur. Nəysə, oralara girmirəm. Həm də never harda gəlməlidir? Köməkçi feillə əsas feilin arasında gəlməlidir. Məsələn, C variantında gəlməyib. Amma gəlirəm E variantına. Orada harda gəlib never köməkçi ilə dalıca gələn əsas feilin arasında gəlib. Yeri düzdür. Again də cümlənin sonunda bu da düzdür. Yəni düzgün cavab burada nədir? Evet. İndi bu sual düşəsi olsa əgər, əzdə, bu uzunluqda verməzlər. İkinci tərəfini silərlər. Çünki indi çox qısa şəkildə verirlər. Sadəcə saçla olan hissəni saxlayarlar. Burada da saç is, saç are, ya da saç was, ya da saç were, sonra mübtəda, sonra zət, zətdən də sonra adi cümlə. Elə şey. Yəni buradakı kimi yox. Çox sadə. Bildim mən sizinlə də şaşdım. Mən elə bilmişəm ki, bu saç was it kimi olmalıydı. It mübtəda axı. It was such deyir. Mən elə inversi eləmişəm, ona görə müəllim səhv çıxıb. O itə mübtəda baxdım. Hə. Onda mən bu it əvəzli olduğuna görə ona
fikir vermirik də. Əsasən saçdan sonra Var, gələnə bax. burada it olmayacaq heç vaxt. Tutalım it var. İngilis dilində itdən sonra en artikılı gəlir. Bəli. Elə şey bu. Gəlir, gəlmir. Yox, müəllim. Və sonra it en nə deməkdir? It is a book deyərəm. It's an apple deyərəm. Yəni it, sonra xəbər, sonra en, sonra silent isim tamam. Amma it en deyə bir şey yoxdur ingiliscə. Sırf ona görə səhvdir. Hə, bildim. Yəni sırf ona görə yox. Yəni bu inversiyada it olmur, o heç. Mən asan tərəfdən deməyə çalışıram ki, asan tərəfdən girək həmişə. Zaten it işlənmir. Bu inversiyada such was it deyə bir şey yoxdur. Mübtada gəlməli. Cümlədə yuxarıda it was such an it burada şəxsi cümlə qoydum. Yəni embarrassment aşağıda gəlib mübtada olur. Such was an embarrassment. Köməkçi feil. Bəs sən iti versən orada oldu it mübtada. Mübtadadan sonra gələn an embarrassment nədir? Bəlli deyil hansı cümlə üzvüdür. Hə, Bir söz ki düzdür. bir cümlədə cümlə üzvü olmursa o cümlə deyil axı. Yenə də səhv çıxır. Ona görə yəni məntiqi yanaşmaq lazım. Sonra Müəllim, bir də bir şey deyim. Hə, burada yedi. Mən bir də burada bu 10-cu tam olaraq hansı qaydaya aiddir? Yox, redaction deyil 10-cu. Hə, bu burada da 10-cu da belə düşündüm ki, bu təyin budaq cümləsinin redaction-ıdır da, hə? Təyinin. bilmirəm, redaction hamısı ola bilər. Yəni bu tip testlərdə biz redaction eləyib infinitive də ala bilirik. Gerund da ala bilirik ki, bunların hamısını keçmişsiniz. Participle da ala bilirik. Ona görə burada həmişə birinci özündən sonra tamamlıq gəlib gəlməyib söhbətinə baxmaq lazım. İkinci tərəfdə tamamlıq var, birinci tərəfdə tamamlıq yoxdur. Yoxdur, yoxdur. Bu o deməkdir, ikinci tərəfdə mən aincili seçməliyəm, birinci tərəfdə üçüncü forma, idili seçməliyəm. Yəni məhsulun qırılan forması. Birinci tərəfə düşür, məlumun qırılan forması ikinci tərəfə düşür. Gəl Demək yoxlayaq. tamamlıq varsa inklə seçirdik, hə, tamamlıq varsa. To be forması öz başına ola bilmir. Bunu çıxdım. Bəli, bəli, çıxmışdım elə B, olur. B, D arasında qalıram. Effort isimdir. İsimdən sonra to məstər də verə bilərəm. İsimdən sonra participle da verə bilərəm ki, o participle ismə aid ola bilirdi. Qaçan uşaq, nə bilim, hoppanan, nə, yağan yağış, hər neysə. Bunu da mənadan, anlamdan tutmaq lazımdır. Əgər burada having defeated verəmsə, perfect formada participle var. Perfect formada participle nə deməkdir? Ya da perfect formada infinitive nə deməkdir? Ya da perfect formada gerund nə deməkdir? Məsələn, Nə gerund deməkdir? demək, əgər gerund olsaydı, misal üçün having defeat olacaqdı, participle Yox, da. perfect formada olmaq nə deməkdir? Yəni keçmişdə olmaq da müəllim. Bəli, yəni xəbərdən öncə baş verib anlamına gəlir. Burada isə tamam başqa bir şey deyir. Deyir ki, battle, yəni döyüş nədir? İki bir-birindən qarşılaşan ordu deyimlər. Hərbi qüvvələrin qarşılaşmasıdır. In a determined effort, qətiyyətli cəhdlə ya da nə bilim nəyinəsə effortla, səy falan göstərilən, niyə göstərirlər? To defeat each other, bir-birini məğlub eləmək üçün. İki ordunun qarşılaşmasıdır, belə deyək. Anlatabildim? Eləmək üçün, yəni to defeat. Bu da məqsəd zəfliyi var burada. Amma having defeated o deməkdir ki, bunlar bir-birini məğlub eləyib öncədən. Nə əlaqəsi var? Çox mənasız bir şey çıxır. Bildim müəllim, çox sağ olun. Mən bir də bağışlayın. Bu cavab əddiyi çıxdı, bildim. 4 dəqiqəniz var. Bir dənə bu 12-yə də baxsaq olar. Quoted speech
Reported. Dırnaqdan açıram, çevirirəm nəyə? Vasitəli olur, vasitəsiz, yoxsa nəysə ondan. Vasitəsiz olur, vasitəli. Hər nəysə. Siz bura nə yazmısınız? Mən B yazmışdım, müəllim. Səhv çıxıb. Belə üzr istəyirəm, Y yazmışdım, bağışlayın. Tamam. Deyir ki, let me know. Mənə icazə ver ya da bildir mənə. Adam xahiş eləyir də əslində. Düz deyil? Bəli, bəli. Xahiş eləyir. Okey. Normalda askla verməliyəm. Amma bir yoxlayam. Ola bilər deyir ki, kiməsə dedik. Gəl yox. Kim dedi? Ted dedi, said to Jane. Ama burada var. Said to Jane. Ted said to Jane. Ted asked Jane. Ted asked Jane. Ted asked Jane. Ted asked Jane. Yani Jane'den xahiş elədi. Said to Jane neydi? To let him know. Ona bildirmeyi. Yukarıda çünkü adam deyir ki let me know. Emir cümlesi var. Emirdə bilirsiniz ki nədir? To ilə olacaq. Prosta əmiri çevirəndə say ilə yox. Biz normalda nə ilə çevirirdik? Tell ilə ya da order ilə ya da command. Hər nəysə yenə də axıra qədər aparaq sonra həll eləyək. Let him know what time you yoksa she. Çünkü bu Jane'e deyir ki sen ne vaxt gələcəksən? Jane ne vaxt gələcək? Jane'i de çevirirsem Jane təzədən you olmur. She olmalıdır. Bəli, müəllim, Ağına bilirəm. çıxartdım. Ted asked Jane to let him know what time she would arrive in London 2 days later. Bunu saxlayıram yadda. Çünki deyir ki the day after tomorrow. The day after tomorrow nə deməkdir? The The day day after tomorrow. Bir suyunda müəllim. Birisi. Tomorrow sabah. Tomorrow'unu biz dəyişəndə nə verirdik? Mənim tomorrow-nu dəyişəndə əslində burada 2 days later də verib, o da düz ola bilər də. Tomorrow olanda the following day verirdik. Ay, hə, elə Yəni verir. növbəti gün. O biri gün. Anlatabildim mi? Bəli, müəllim. Ama bu o biri günü geçmişte sınav gün ama sabah olanda o biri gün. 2 gün qabağa atırsan da istəməz. O mənada 2 days later deyil. Nəsə bunu saxlayıram yadda. Jane oxuyuram. If she, burada to yox görürsünüz. Ask Jane to'su yoxdur tamam. Ama if ilə falan filan da verir. Yani ona icazə verə bilər, deməyim, icazə deməyim, yəni xəbər edə bilər mi? If she let me yoxsa let him. Çünki Ted buna danışanda deyir ki, mənə xəbər verir. Mən də kənardan deyim ki, Ted ona deyir ki, ona xəbər eləsin. Yəni ona, yəni Tedə, yəni kimə? Kişiyə. Yəni kişi nədir? Him mi? Burada him yoxdur. Eyni him D-də də yoxdur. D-ni o tərəfə baxmağıma ehtiyac yoxdur. Bir də gəlirəm E-yə baxın. Ted asked Jane to let him. Bax, burada səhv nədir? Bunu siz deyin, çünki çox sadədir. Vaxtımız bu arada tamam oldu. Sonra qayıdıb yenə gələcək. Bir dənə yeni deyin, niyə səhvdir? Müəllim, çünki mən belə fikirləşdim ki, əslində mən yəqin yadımdan çıxıb. Bu now var, now. Bu now burada keçmiş formatda da düzdür. Bəli, müəllim. Yəni, bəli, no olmalıydı. Let nə istəyir? No istəyir, no. Birinci forma. Ay, hə, lit həmişə, litə görə, hə, bildim. Lit birinci forma istəyir. Bəli. Uzun sözün qısası. Digər yoldaşları bitirək, sonra sizə qayıdacağım, tamam mı? Müəllim, çox sağ olun. Üzr Tamam, istəyirəm. buyurun, siz sağ olun. Səbinə xanım, salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Necəsiniz? Sağ olun, yaxşı olun. Yaxşı olasınız. Buyurun. 21-ci sola baxaq mənizin atılmasın. 21-ci əsrin 21-ci sualına baxırıq. Nə deyir burada? Cümlə İki variant tamamlamaq. arasında qalmışdım mən. Aha.
Hansı variantlardır onlar? Bax, elə bir burada mən deyək ki, burada deməli əsasən C ilə D arasında qalmışdım, amma deyəsən heç biri. D götürmüşdüm, amma heç biri Tamam. deyil. Although baxmayaraq some immigration laws, bəzi ya da bir Köç neçə şeylərdir da, immiqrasiya immiqrasiya. qanunları have been relaxed, yumuşaldılıb, Ha. yüngülləşdirilib lately. Amma, çünki although var burada, amma many of the Aha. receiving countries had restricted immigration to maintain homogeneous society. Amma nə baş verib? Alan, Bir yəni qəbul savaşçılarda edən ölkələrin əksəriyyəti had restricted, məhdudlaşdırmışdı. Burada zaman problemi var. Biz keçmişdən danışmıyoruz ki, biz indidən danışırıq. Getdi. Gələn B-yə. B məntiqlidir deyəsən. Çünki many newcomers of different backgrounds, fərqli background, yəni keçmişi olan gələnlər, miqrantlar hələ də still face challenges in gaining acceptance. Yəni qəbul alma, viza alma çətinlikləri ilə ya da problemləri ilə üzləşirlər. Yəni qaydalar yüngülləşdirilsə də belə, hələ də çətinliklə üzləşirlər. Budur cavab. Sonra deyir ki, immigrants become citizens and take part in politics. Əlaqəsi yoxdur. Yəni qaydalar yüngülləşdirilsə də gələnlər gedib citizen olur, yəni vətəndaş ola bilir, siyasi nəmnələrdə iştirak edə bilir. Nəyə əlaqəsi? Burada ziddiyyət yoxdur. Deyir ki, əksər migrantlar deyir, iş tapır, nə gözəl, ev alır, yaşamağa başladı şəhərlərdə yaşır. Nə əlaqəsi var? Law sözü mən qanun kimi yox. Niyəsə dəfələrlə baxdım. O aşağı əmək falan var, o nə bilim qanuna nəsə sərtləşdirmək. O ilə yazılır, bu A ilə yazılır. O hərfi ilə yazılır. Bu da A hərfi. İkincisi o siz dediğiniz o sifət. Sifət niyə es qəbul eləsin? Sifət niyə es qəbul eləsin? Sifətdən sonra niyə xəbər gəlsin? Baxmamışdım, bəli, mən başqa cür reallikdə anlamamışım, ona götürülməmişim söhbət burada. Yəni onu demirəm. Heç sözün mənasını bilməyəm. Buransı sifət kimi götürmüşsünüz. Sifətdən sonra xəbər gəlmir axı. Sifət es qəbul eləmir axı. Yəni əlaqəsi yoxdur. Sonra 29-a baxaq mənim. 29-a baxaq. Artikel olmalıdır deyəsən. Bu nəsə. Bu asandır ki, bacı. Mən burada network-u mən artikel götürmədim şəbəkə, yoxsa var. Bu görün. Var. Gəl başdan başlayaq. Oflu ifadə olduğu üçün bura və artiklı verəcəm. Bu getdi. Yer məkan olduğu üçün China deyir. Burada artikl olmayacaq. Elə iki dənə variant var. C və E. Düzdür? Mən üçüncü səhvəni çaşdırıb. Şəbəkəni təyin edirdi. Ona görə artikl var elə. Yox, şəbəkəni niyə təyin edir? Şəbəkənin burada nə əlaqəsi? Network'un qabağında boşluq yoxdur. Siz niyə network'dan yapışmışsınız? Mən anlamadım. Bilirəm. Orada and var. And sifətləri ayırıb. Şəbəkə ilə. Sorry. Bildim nə deyirsən. Tamam, ora gəlməyin. İşinizi oradan görməyin. İşinizi bu yandan görün, geçsin. Bu yandan. Tələsməyin hələ. C və E, network burada indi şəbəkə deyir. Bu saymayan kimi götürür. Ona takılmayın siz. Siz birinci, ikinci tərəfdən gəldiniz. Saymayan kimi yox. D bura düşdü. Boşluq bura düşdü. E bura düşdü. Şu da E network. Sayılan kimi götürür. Orada takılmayın. Orada zaten C ile Y'nin arasında ikisinde de E'si var. Orada düzdür. Orada problem değil. Problem hardadır? Oflu olduğuna göre neyin neyse deyəndə filan şeyin neyi. Oflu olduğu için orada D artiklı veririm. Vermişəm mi? Vermişəm. South Central China yer məkan olduğu için ölçə falan filan neyse olduğu için orada boşluq verdim. O cürə qaldım C ile E'nin arasında. Gələm axırına baxıram. Inland yazılır. Inside səsdir. Bəs siz də onun qabağında E artiklı vermişsiniz.
Ən axırıncıda. Burada. Yox, bir Y, götürməmişəm. Y variantına baxın. Yox, onu demirəm, bacım. Hə, Siz deyəndə imini demirəm, siz eləmişsiniz. bəli, bəli. Yəni C ilə Y-ni deyirəm ki, o mənada. Mənim yəni Olmaz, danışıq hə, başa tərzim belədir. düşürəm, bəli, hə. Hə, England deyə bir şey yoxdur da, hal-hazırda. Bunu ona görə çıxacağam. Avtomatik qalın C variantı. Hə, mən yenə deyirəm, burada bax, bu ortadan ikinci var, ofdan sonra. Deməli, yer məkan veriləndə, onun şimalı, cənubu, hər nəsə belə deyəndə, bu cəhətləri boşluq olur da. Məsələn, Afrikanın şimalı deyəndə müəllim, biri var deyir ki, Bəli. Şimali Afrika, məsələn, Bax. Southern falan olanda işləmirdi, yadımdadır. Artikl olmurdu. Bacım, bu cəhət adlar, istəyirsiniz Southern deyin, istəyirsiniz South deyin, fərqi yoxdur. Cəhət adlarından sonra direkt isim verirsinizsə, biz zaten ismə baxırıq. Çünki o cəhət adı orada sifət. Hə, Artiklın sifətdən alıb verəcəyi yoxdur. hə, hə, Artikl orada ismə görə takılmalıdır. hə, hə. Amma siz ofdan versəz, South of Africa desə, Hə. orada cəhət orada isimdir. Mütləq də artiklın verməlisiniz. Həm də Hə. of olduğuna görə də artiklın verməliyik. Deməli, Amma South direkt isim gəlsə, yer məkan Hə. olduğuna görə vermirik. mən bir çaşdırırdı, bax yaxşı da bildim onu. South of the olanda düzdür deməli, amma belə olanda yox. Hə. Bəli. Amma mən əsas çaşdıramaq yenə deyirəm, burada network'a baxmışdım. Sayılmayan kimi də. Amma Heç əlaqəsi yoxdur. Əsas qrammatik səhvlərə odaqlanmaq lazım. Hə. Hı? Onda mən belə çıxır ki, bu belə, yəni belə izah etmək olar ki, qarşısında bu vast large təyin olunan bəzi biz deyirik, sayılmayan isimlər təyin Yox, əlaqəsi yox. Bacı yenə oradan yapışmısan. Ora baxma. Biz zaten o tərəfdən testimizdə həll edirik də. Ora niyə takılırıq ki? O bu tip isimlərə aid deyil. O daha çox mental, hissi, əqli sifətlərə aiddir. Nə bilim bəzi yemək adlarına aiddir. Knowledge söz falan filan onlara aiddir. Əlaqəsi yoxdur bu ilə. Onda artikl verməsinlər də, mən ilişirəm axı burada. Yox, orada ilişməli işte yoxdur ki, sadə bir şeydir. Boşluq olsa daha düz Sonra- olmazdı. Yaxşı. Nə? Dilim boşluq olsa daha düz olmazdı. Bacım, Yox. Olacaq girin Cambridge-ə, Oxford-a, Londona görə network'ın başqa hansı mənaları var? Kontekstdən asılı olaraq. Bəli. Next. Bir də 34 müəllim, 34. 34. Qoy görüm bu nədir? Ay demək ki, yoxdur. Ay müəllim. Hə. Asandır ki. Mən burada bir sizə bax seçmişdim mən. Burada deməli 3'ü seçmişdim. 300% ceruntu. Sonra deməli 5-də his comings-də səhv S-in olmağıdır elə müəllim. Onun gəlişi. S olmamalı. Bəli, yoxsa səhvdir. S mi? Ha, yəni S olmasa düz olardı ha, yoxsa? Düz yazılan ki, Olmasa gəlişlərdən- düz olar. Ha, gəlişdən sonra Amma- gəlmə də cavab olurdu. Aha. Amma Ha, onda cavab çıxır bəli. isim forması olan feillərin ismini biz veririk də, gerundunu yox. Come'ın da isim forması, yəqin o da elə comingdir. Comings. Ona görə belə Amma verirlər. comings S-i burada Cəmləndiriblər, yəqin ki. Bəli. Amma vermək olar. 4'tü. Aha. Coming olsa Hamısı düz də, söz yəni, onu düz anladım da. Bəli, bəli. Mən Bir də belə- 39 mənim zəhmət olmasa 39 bitir bundan. Bu abituriyent səviyyəsindədir. Bu niyə səhv yazılır ki? Bax, bir Hı. düzdür. Mən burada Bağlayıcımız after. bir. Zaman budaq cümləsini tələsməyin. Bağlayıcılarından sonra, yəni bizim budaq cümləmiz həmişə indikinin bəzi nəmlələri ola bilər, nəsə. Bir də past simple olur. Sö. Düzdür, standartdır. Hı. Amma indidən biz gətir bura present perfect də əlavə eləyə bilirik. Pastdan da gətir bura bəzən baxıb bağlayıcıya. Past perfect, bir də past continuous də əlavə eləyə bilirik. After'da da necə idi? Present simple da gələ bilir. Present perfect də gələ bilir. Hmm. Keçmişə aparanda past simple da gələ bilir. Past perfect də gələ bilir. Onu sadəcə sağdakı ilə uzlaşdırmaq lazımdır. Siz deyin. Mən də burada mənim tərs kimi burada afterdən sonra elə bilirəm bitmiş gəlmir, ikinci çıxartmışam. Onda bir Burada elə after'ın ən əsası bitmişin gəlməyidir. Çünki özündən sonra belə başqa olaraq eləmi? ona görə. Ha. 4 niyə səhvdir? 4'də after he finished olardı da. S yoxdur. Bəli. Bunu tutmuşdum. 5 bilindi niyə səhvdir? 3 niyə səhvdir? Onu çıxmışam.
4-dən 5-lər çıxanda 3 niyə səhv? 3-də də finished had gone. Mən bunu düzəltmişdim deyəsən. After he finished, he had gone. After'dan sonra past simple gəlib past perfect-lə uzlaşmır. Tam tərsi. Ha. Past perfect gəlib past simple-lə Deməli, uzlaşır. bunu Ümumiyyətlə baxdığında bunu düzgün kimi yazın. Bəli. after'da da as soon as-də də heç Before-da vaxt da olur mənim, yoxsa before aid deyil bu. yox. Before-da Yox, sadə before-a idi. Before-da yerlərini dəyişmək okeydir bu şəkildə. Yox, before-da yəni düzdür, problem deyil. Fikrimi qarışdırmayın. After-da və as soon as-də past simple gəlib past perfect-lə uzlaşmır. Ha. Simple past. Qalanlarında uzlaşır. When she came, I had gone. Obisi nə idi? As soon as yox, bunda yoxdur. Obisi nə idi bağlacım? Before she came, I had gone. Bunlarda olur. Deməli, had olur. Birbaşa olur. Tilə ehtiyac yoxdur. By the time-da da olur. After və as soon as-da heç vaxt past simple verib past perfect uzlaşmır. Yəni bağlayıcıdan sonra past simple, past perfect olmur. Yerlər dəyişik olsa, amma past perfect, past simple olur. İki düz. Bəli, Ha. bəli, Amma after'ın bəli. yerinə mən tutaq ki, burada before olsaydı, onda O düz olur. Sən gəlmədən öncə mən getmişdim. Zaten məna da uyğundur. Biz də elə veririk, bunu bunlar da default elə olma verir. saxlayıb, hə, ikini çıxmışdım ona görə. Bəli, mənim bu qədər. Çox sağ olun. Bir də mən bir Eşq sual verim. olsun. Sonuncu Buyurun. məncə dediniz particle falan düşmür də. Bəs modal Düşmür. neydi? Belə bir mövzu var idi. Modallar Düşmür. da düşmür. O mövzu Oruz Musayevin uydurduğu mövzudur. Ruslardan oldu. Onu da bir dəfə saldılar. O da səhv çıxdı. 2022-də idi. Elə buradadır da hala. O cümlədən cavab çıxmır. Yəni testdən cavab çıxmır. Ona görə də onu salmadılar. Həm də ki sualların sayı 17-yə düşüb deyə azaldılıb da. İstəsiz falan mövzular çıxa gedir zaten. Keçən məsələn budaq cümlə zat düşməmişdi. Çox belə iri keçdiyimiz mövzular düşməmişdi. Redaction elə, nə bilim, onu elə, bunu elə. Düşməmişdi. Sadə hamının bildiyi şeylər düşmüşdü. Yəni bu rahat mövzuydu. Yəni belə düşsə inşallah qəbul. Bir dəfə də təhkir geçsə. Zaten bundan asan düşür. Siz keçən elə bilməm, görmüsünüz, görməmişsiniz. Onu da girənlər yadında saxlayıb, yazıb nəticəsi gəlib, bir tər tərtib ediblər sağ olsunlar. Onu da biraz yalandan, yulandan yığcamlaşdırsam, onu da işlədəcəm. Görərsiniz ki, necə sadədir. Ən sadə keçən il olub. Ha, çox qəşəngdir. Bu leksika hissəsi çox rahat idi. Siz dua eləyin ki, plan yeri olsun. Plan yeri o gedin 100 yığın. Nə mənası plan yeri olmayandan sonra? Yəni, boş yerə hazırlaşmış olur. İnşallah yaxşı olur mən. Çox sağ olun. İnşallah. Buyurun, sağ olun. Gülanə xanım salam. Axşamınız xeyir olsun. Necəsiz? Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Yaxşı olasınız. Yaxşı olasınız. Allah şəfa versin. Çox sağ olun. Üzr istəyirəm. Siz sağ olun. Mən də Buyurun. sınavı sabah işləyərəm, amma prepositionları yazmışam. Sınavda sabah yazdım. Preposition'dan sualınız var. Sualınız. Çünki hazırda sınağa baxırıq. Hə. Sizin xətrinizə preposition'a gedirəm. Yoxdur. Gedirəm preposition'dan. Başqa vaxtda yoxdur. Daha önce getdim. Oradan sizin sualları cevaplandıraq, sonra sınağa qayıdarım. 106. Burada yazmışsınız. Burada de yazmışdım, amma iyi çıxdı. Okay. Keçən dərs deməli bizə qulaq assaydınız. Deyəsən Səbinə xanım testi idi, yoxsa bilmədim. Gülara xanım yoxsa Nərmin xanım idi. Onlar izah elədi. Except-dən cümlə başlamasın. Except-dən cümlə nədir? Başlamasın.
Okay. Except for'dan olar, amma except'dən yox. Bu bir. 2. B variantında like always yox, as always. Yəni bu bir hazıra nazır İfadedir. ifadədir, əzbərləmək lazımdır. Bəli, as always olmalıdır. C variantında during ərzində müddətində demək. Yəni biz düz deyirik 3 gün ərzində falan o bizdə alınır. Amma bunlarda Evet. konkret o tipdə məsələn zaman gəlməlidir ki, məsələn atıram dərs ərzində, yay tətili ərzində, zəlzələ vaxtı falan. Yəni bu tipli birbaşa during the lesson, during summer holiday, bax belə sözlər gəlməlidir ki, during verək. Normalda burada müddət var. 3 days, 3 gün nədir? Yağış For. yağdı, dayanmadan bizdəki Olmalıdır. kimi. Bəli, for olmalıdır, bəli. Sonra ayla E variantı arasında qalırıq. Görüm A'da problem nədir? A'da da A'da da problem var. during. During we were on holiday yazdım. Mən burada on holiday'a baxırdım əslində. We were on holiday. Deyirsən bunu müəllimlər elə izah eləmişdi. On holiday orası düzdür, amma we were on holiday bu cümlədir. During'dən də sonra cümlə gəlmir. Çünki during bağlayıcı deyil. İki cümləni birləşdirən və yaxud özündən sonra cümlə gələn bağlayıcıdır. Amma during söz önüdür. Tamam, bağlayıcı deyil deyə bundan sonra cümlə gələ bilməz. Məsələn, bu while olardı ya da when olardı. Ona görə qalır nə? E variantı. Except for'u da cümlənin əvvəlində verə bilirik. Amma except'i cümlənin əvvəlində verə bilmirik. Sonra? Buydu eləmə. Necə? Buydu deməli. Elə bunu deyəcək. Sual? Başqa yoxdur sual. Xeyr, yoxdur. Hamısını yazmışsınız axıra qədər. 110'a kadar yazmıştım biraz. Yani Hiçbir şey. Biraz. Tamam. Yine de yazarsınız da sual olsa inşallah. Bəli. Ardın Beşinci gün yazarım. inşallah cevaplayarım. Tamam. Yaxşı. Çox sağ ol. Oldu. Teşekkür. Sağ olun. Təşəkkür. Gülar, Sağ ol. buyurun, sağ olun. Gülara Hanım salam. Akşamınız xeyir olsun. Salam, mənim axşamınız xeyir. Necəsiz? Siz de xəstələnmişsiniz. Siz necəsiz? Aha, Sağ olun, yaxşıyam. Allah şəfa versin. Çox sağ olun. Vətən sağ olsun. Nədir bacı bu hamı xəstələnib? Boy. Hava pis demək. Hava nə pisdir. Gül kimi bugün qəşəng günəş çıxmışdı. Sabah da deyirlər isti olur. Hava bəyən pis olanda adam xəstələnir. Bax, mənə düzün deyin, dəstdən kənara çıxıram. Ay, mənim Hava soyuq pis. oldu, birdən isti oldu da. Soyuq olanda adam xəstələnir. İnsan soyuqdan xəstələnmir. O Xəstələnir. yanlış bir mifdir. Soyuqdan güclü soyuq dəymə olanda. Soyuq dəymə demək soyuqdan dəyən dəymə deyil. Soyuq dəymənin virusu var. Odur sizi xəstələnir. Soyuqdan insan xəstələnmir. Soyuqdan naborot insan durmalıdır ki, bədənində yenə gəlir bu tip dəstələr. Bədəndə iki tip yağ var. Biri də o korişnevi yağ deyirlər ona. O bizim bizə istilik verən deyim, nə deyim bilmirəm də, nəysə o yağdır. Bunu biz gücləndirməliyik, qüvvətləndirməliyik. Yəni bizi soyuqdan qoruyan, sonra digər yağları yandıran, yəni insulinin yağa çevirdiyi şəkər enerjiyə çevrilir. Pi, artıq pilər, artıq yağlar. Onu əritmək istəyiriksə, soyuğa biraz məruz qalmaq lazımdır. Həm bədənimiz öyrənsin, güclənsin, həm də o yağlar ərsin, hər nəysə. Sizin daxilinizdəki viruslardan siz xəstələnirsiniz. Bu bir. İkincisi də ki, sizin immunitetiniz zəifdir deyə daxildə olan bir balaca immunitetiniz atıram leveli aşağı, normadan aşağı düşdüsə, avtomatik o virus orada futbol oynuyor. O da nə vaxt şu, təbii ki, soyuq olanda falan filan, bəli. Onda damarlar biraz sərtləşir, nə bilim nə olur, onda bu viruslar da başlayır futbol oynamağa. Yəni qızışırlar, onda insan nə olur? Xəstələnir. Yəni immunitetimizi gücləndirməliyik. Hiç. Anlatabildim mi? Ay, mənim çox qəşəng başa Eşq sağ ol. olsun. Eşq olsun. Tamam. Sınaqdan suallarımızı verək. Aha, 18-ə baxaq mənim. Burada mən əminəm ki, 90% immuniteti zəifdir və özünə yaxşı da baxmır. 90, neçə? 18 dediniz, mən də 98 ağlıma gəlir. 18. Vah, 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 gör nəyi səhv yazdım.
Mən bunu tuta bilmədim əslində nəyə aiddir. Mən elə bildim bu icbar növdür. Bir sual vereceğim, yanlış anlama. Oruç tutursan bacı, tutmuştun. Hə, Diyecek yok. Ha, Allah kabul etsin. soruşsan. Diyeseydim ki oruç tutanlar, oruç tutabilmeyenler bu sualı tutabilmiş. Neyse böyle bir şey dedim, alınmadı. Şimdi Nə bak bacım, olacaq? zarafat eyledim de ona. Şimdi bak burada yadımızda sana. İki tane düsturdur. O iki tane düstur şeklinde düşür. Bu let'i make'i bilirik. Let'le make üstəgəl somebody, üstəgəl fiil, fiil birinci formada olur, onu qoyuram kənara. Bəs bu have-lə get olan da, have və getdən sonra somebody something, amma kimisə elətdirmək, nəyisə elətdirmək, iş onun üzərində görülürsə, düsturumuz necə olur? Fiil neçənci formada olur? Had somebody tool olur. Yəni somebody-ni something yerində verəndə, mənə diqqətlə qulaq as. Əlini həbs elətdirmək, maşını təmir elətdirmək. Hə, Burada feil həvdə də, üçün. getdə də düstur eynidir. Bəli, üçüncü forma veririk. Amma əliyə elətdirmək, cəlilə elətdirmək deyəndə, bəli, həvlə Oynan. nə olur, getlə olur. Həvlə tulsuz, getlə Hadlə tul. tool. Bəli. Bəli, okey. İndi gəl baxaq. Cümlə, sən yəqin ki, burada zamana fikir verməlisən, ona görə problemi yaşamısan. Yuxarıdakı cümlə indiki zaman, yəni keçmiş deyil. Ona görə leti, hədi çıxdım. Qalanın özün tap. Yəni hə bildim. Mən burada will have gələcək zaman kimi götürmüşəm. Gələcəkdir də. Professorun vaxtı olmadığı üçün o asistanına yoxlatdıracaq deyir. Hə, bildim ay müəllim. Mən bu will have vəbşə yəni şey olaraq görməmişəm də, icbar olaraq görməmişəm bunu. Hə, indi Ha, orada baxanda will'ə takılmalı deyilik. Bəli, o da have-ə takılmalıyıq. Have her assistant grade birinci formada. Orasıdır. Yəni o icbarda olan have və get fiillərin özləri istənilən zamanda zamanda verə işlənə bilərsən. Orada bilər. Bəli. problem deyil. Ha, Hə, önemli olan düşünürəm. ondan sonra gelen fiili. Tu mu vereyim, tusuz mu vereyim, üçüncü forma vereyim, oraya bakmak lazım. Hə, işte aydın ay müəllim. Çox sağ Yenə olun. də diqqət lazımdır. Vətən sağ olsun. Sonra Bir də 35. ha, 35. İzah eləyək. Aha. Burada brother, yəni Z artiklı brothers aiddir. Cəmlənək deyə burada miqdar sayı verməliyəm də. Ona görə sıra olanları atıram. B-ni atıram, bir də Y-ni atıram. Qaldı A, C və D. Mən dedim ki, yəni 4 qardaşdırsa, 4-ün arasında qəbul olunar da bu. Ona görə C yazmışdım. Amma ikinci tərəf sıra sayı çıxıb. Niyə onu bilmədim. Okey. Gəl bir də mən oxuyum. 4 nəfərsə 4 nəfərin arasında bölünər, hərəsinə 4də 1 çatar. 2 nəfərdirsə 2 nəfərin arasında bölünər, hərəsinə 2də 1, yəni yarı çatar. Ay, Düz bəli. deyirəm, səhv deyirəm. Kəsr sayıdır, hə o. Tamam. Okey. İndi diqqətdən bir dənə də qulaq asaq. The money was divided equally among the Sən D-ni görüb sıra sayı seçmişsən. Yox, onu Düzdür. seçməmişəm. Xeyr, onu seçməmişəm. Mən Z-ni Brothers-a görə uyğunlaşdırdım da. O onun O artiklı. düzdür. İsim Okey. cəmdir deyə mən bura miqdar sayı vermişdim. Okey. İndi O vermişdim. A, A var. A, C. A yazmışsan. Yox, C yazmışam. C yazmışsan. Okey. The four brothers. Bura qədər hər şey düzdür. So each received a 4 of 8. Four nə deməkdir? Ümumiyyətlə, four nə deməkdir? Uğur. 4. 4-ün qabağına niyə E artiklı versən? E də 1 deməkdir. Ha, amma ikinci tərəf kəsr sayıdır da. İndi tutdum onu. Kəsr sayda belə düzəlmir də. Məsələn, 2də 1 nə deməkdir? 2də 1. half və yaxud da one half. Half deyilir. Bəli. 3də 1 nə deməkdir?
A third. Bəli. Onda 4də 1 nə deməkdir? A quarter. Ya da A fourth. az işlənsə də bəli. Fourth. Budur. Okay? Yəni miqdar Bəli. sayının qabağında heç bir zaman artiklı verilməz. Bəli, mən başa düşdüm. Amma the artiklı verirlər. The full brand bayaqçı. Orada da the yəni rəqəmlə İsmail. əlaqəsi yoxdur. Sən demiş ismə əlaqə. Yəni həmin o 4 qardaş onu demək istəyir. Aha. Müəyyən. Sonra Sonra yoxdur mənim. tamamdır. Eşq olsun. Sağ ol mən. Sağ olun. Ayşun xanım bir daha selamun aleyküm. Müəllim, salam. Bağışlayın, mən Buyurun. bir dənəsində səhv yoxlamışam. Orada 2-3 dənə də səhvim çıxıb əlavə. Əla, əla. Əla, Deyincə. deyirsiniz. Yox, o mənada demirəm. Ən azından dərsimizi vaxtında qutara biləcəyik. Yəni tez qurtarmayacaq. Sual olanda o demək ki, dərs olur. Aha. Və müəllim, 25 ilə 26, bir 27. Mən onlara niyə plus qoymuşam bilmirəm, amma səhv yazmışam. Okay. 25, 26, 27. 25 exclamation'dır. Nida cümlələr. Deməli biz nə demişdik? Biz demişdik ki, how ilə başlayan nida cümlələrində Ədvəb olsun. mənim mübtədam tələsməyin. Mənim mübtədam ümumi isimdirsə, yəni adam adı falan deyil də, qabağında boşluq və en artiklı verə bilmərik. Hələ whether sözünü biz the artiklı olmadan da nə edəmirik? Vermək. İşlətmirik. Bu bir. İkincisi, burada mübtəda itdir, whether da deyil. İkincisi, how'dan sonra görürük ki, burada nə gəlib? İsim gəlib. Wonderful nə? Weather. Amma what olsaydı düz olardı. What wonderful weather desəydi düz olardı. Düz dedim. Aha. Bir sət. How'dan sonra biz sifət zərf veririk. İsim, ismin qabağında sifət, belə bir şey vermirik. İki, ona görə səhvdir ki, a useful information deyil. Information sayılmır. Bəli, qabağında da olmur. 3 düzdür. What'dan sonra naughty boy gəlib. Boy tək isim olduğuna görə e'si var. Sonra mübtəda, sonra xəbər. Yəni söz sıram düzdür. 4-də how hardly he has been working recently. Ümumiyyətlə yadınızda saxlayın. Bu ipucu deyim, bizlik deyim. Nida cümlələrində hardly verilmir. Müqayisə və üstün dərəcəsində hardly verilmir. Qısa net. Hardly demək olar ki, yox kimi bir şeydir. Elə bir ki, never kimi bir şeydir. How never deyə bilərsiniz? How never. Yox. How hardly də deyil. How hard deyərəm. Necə də çox. Adam çalışır. Nə qədər də çox çalışır. Tamam. Amma bəli, how hardly olmur. İndi burada yanıldım, qəşəng yanıldım. Çünki work bu feil normalda zərflə təyin olunur, zərf istəyir. Hardly, elvayı verir ki, bizi aldatsın falan filan da mənə aldada bilmədi, neysə. What a beautiful smile, bu da düzdür. What'dan sonra sifət, smile təkdir deyə e'si var. The girl mübtəda has xəbər, düzdür. How lovely, how'dan sonra zərf, sifət gəlib. The flowers mübtəda, simdə xəbər. Simdə looked to be deyil. Bunlar da nədir? Sifətdən təyin olunur və lovely də sifətdir. Deməli, düzdür. Olur nə? 3, 5, 6. Bir dənə özünüzə Vəfa xanım diqqətlə bizə qulaq asın. Çünki bu suallar sizdə də ola bilər. Ona görə çox xahiş edirəm. Qulağınız bizdə olsun ki, anlaya bilək. Aha, 26-ya baxım. Zəhmət olmasın. Bu da asan. Qız deyir, imtina elədi. Çox sadədir. Qız imtina elədi bacısının otağını yığışdırmaqdan. Niyə? Niyə yığışdırmadı? Sual verir. Niyə yığışdırmır? Yorğun idi da çünki. Because of vermişəm də. Çünki. Because of çünki demək deyil.
Yox. Because of görə üçün deməkdir bu bir. Because of söz önüdür bu iki. Söz öndən də sonra cümlə gəlmir, bu da Onda üç. sincedir, hə? B variantı. Çünki mənası. Bəli, görürsünüz, sizi nə qəşəng çaşdırıblar. Uf. Təqdir eləyirəm belə sual yazanları. Niyə ay müəllim? Orada da onsuz da həyəcanlıyıq. Biraz da belə suallar lap adam dəli olur. Bütün motivasiya. Niyə? Orada nə həyəcan? Hər Ay şey müəllim, rahat olur. get axırda imtahan ver. Piruz imtahanın həyəcanı, yer olub olmayacaq onun həyəcanı, cəmaət bilib lağlağıya qoyacaq onun həyəcanı, hər şey üst-üstə. Hər şey üst-üstə. Heç nə olmaz. Siz cəmaata görə həyatınızı qurmursunuz ki. Cəmaatı boş verin geçsin. 27. Öz həyatınızı. İnsanlar ona buna fikir verdiyinə görə qabağa gedə bilmir həmişə. Depressiv vəziyyətdə yaşayırlar. Keyf Çox eləyin. həyəcanlı. Hər şey heç vaxt heç nə. Ümumiyyətlə həyatda yaşamaq istəyirsə, xoşbəxt olmaq istəyirsə, heç vaxt heç kimdən, heç kəsdən, heç nədən, heç nə ummuruq. Heç bir gözləntimiz, bəklentimiz olmur. Hazırki günümüzə şükür eləyirik. O gündən, o insanlardan, o yaxınlarımızdan, sahib olduqlarımızdan zövq alırıq. Bu qədər net. Qalanı boş şeydir. Yəni işləsəydi, işləməsəydi ruzunu Allah onsuz da verəcək. Ay bunu alardım. Ay onu eləyərdim. Ancaq xəyal. O da gəl 80-90 yaşına çatır, ortada heç nə yoxdur. Nə? Bütün həyatını xəyallara sərf eləyim ona görə. Anlada bildim nə demək istəyirəm. Boş şeylərdir. Boş da ölüb gedəcəkdir. Özümüzdə nə yapasın? Heç nə yapamayız. Ona görə sahib olduqlarımızın qədrini bilək kifayətdir. Sonra 27. 27 demişdik. Yine burada da girdim girmedim dünya dağılma için ne var ki burada? Allah Allah. Siz deyin mənə bəlkə də hava xoşdur bilmirəm, indi danışıram da özüm üçün. O yüzden yenə də təsəlli olmasın da. Bu da asandır. Bu barədə bizim testlərimizdə də vardı. Sadədir, dəhşət sadədir. Ona görə sadədir ki, 3 nöqtədən əvvəlcə mənə desəz ki, bu hansı budaq cümlədir, oradan mən sizə kömək eləyə bilərəm. Təyin budaq Amma bir cümləsi. şey. Bəli, söhbət bağlandı. Təyin budaq cümləsində 3 nöqtədən əvvəl gələn söz country. Birincisi məkanda, ikincisi cansızdır. İnsan deyil ki. Bəs ona niyə huzu verir? Tələsməyin də. Niyə tələsirsiniz? İnsandır bu. Yox, məkandır. Onda humu çıxdım. 4'lər getdi. Huzu ona görə verirsiniz ki, huz orada dərsi oxumaq lazım. Həm insanlar üçün istifadə olunur. Həm də cansızlar üçün. Ona problem yox. Yadımdan çıxıb. Elə bilməm. Yaddan çıxmamaq. Və gələm 6 which forest, yəni which'dən sonra təyin budaq cümləsində isim gəlmir. Altın da çıxanda zaten cavab qalır C variantı. 3 niyə səhvdir? Çünki biz əvəzlənən ya da təyin olunan isimdən sonra of, xuz deyə bir şey vermirik. Ümumiyyətlə təyin budaq cümləsində of varsa, of'un solunda mütləq bir isim olmalıdır. Amma burada verməyib. Ya isim ya da nə bilim quant var, əvəzliyinə mesela many of whom, many of which, many of whose nə bilim üstə gəl isim olsaydı başqa məsələ. Amma verməyib. The country, hansı country desəydi ki the name of which ya da whose name, hə deyərdim ki düzdür. 1-2 5'i də birazdan deyərəm. Deməli, whose'u biz nə ilə əvəzləyirdik? Of which. Whose forest, whose'dan sonra gələn forestdə of'dan əvvələ dayanır. İkisi mənası eynidir. Ya da ki, bunu bu şəkildə də verə bilərik. Həmin o məkanı yer kimi götürürük, yəni country'ni deyirəm, məkan kimi götürürük. Haradakı, where, meşələr, nədir? Əsasən public, yəni ictimai mülkiyyət sayılır.
Belə. Sonra Sonra bir də 31. Əməli 31. yaman 31. Bu da asan. Abi bu 31 dedinizdə. otoskop deyirdik. Ondan değil o. O söz sırasıyla. Bəli. Bəli. Özü də onu bir fikirləşərək yazmışam. Mən bilmirəm niyə belə yazır. Tamam. Deməli siz osaskomp dedinizdə opinion, size, age, təzədən nə bir şey yerlərini dəyişə də bilir. Color, origin, material, purpose. Əsas budur, içlərində də belə xırda xuru şeylər də var. Deməli, beautiful opinion. Aha. Amma siz baxın, Qarabağ yəni hara ait origin'dir. Buraya yazdım origin. The opinion olsun. Beautiful opinion'dır. Big size'dır. Black color'dır. Təzədən big size'dır. Yəni uyğun gəlməyənlər çıxın sizin üçün. B variantı səhvdir. Çünki size opinion'ın qarşısında durmur. D variantı səhvdir. Birinci Çünki olur da. opinion həmişə birincidir. D'də də size, E'də də Qarabağ. Yəni Qarabağa nə dedik? Origin. Bunlar qabaqda gəlmir. İndi gələ A ilə C arasında opinion, size, color, origin düz gəldi. C'də nə deyir? Color, sonra size. Halbuki bəli. Ona görə C-ni də çıxıram, qalır A variantı. Deməli Sonra bu indi bizim yazdığımız var, bu sınav var. Bu yəni imtahana düşüb də, bu düzdür 2022. 2022-də, bəli. 2022-də. Bəli. Şimdi bu çətindir yoxsa mənə çətin gəlir? Yox, çətin deyil. Çətin deyil. Yox. 2022-də sastav dəyişdi, demişdim də, biz 2021-də şikayət elədik, o vaxt hamısını qovdular. 22-dən təzələrini gətirdilər, onlar da ildən ilə püxtələşir, inkişaf eləyirlər. Bu 2022 o təzə gələnlərin ilk sual tipləri idi, amma indi daha rahat, daha soliddir. Elə suallar ki, ümumiyyətlə səhv olmasın. Hamı demək olar, əksəriyyət yaxşı yazır, amma nazirlik də bilir də, plan yerini az qoyur deyə hamı qəbul ola bilir. Yəni 500 adam hazırlaşırsa, onun 100'ü ancaq girir. Çünki yeri yoxdur. Kimlər %100 girmə ehtimalı var? Aşağı bal yığanlar. Aşağı bal yığıb rayona, ucqara H1, H2-yə gedəcək olanlar. Çünki onların vakansiya seçimi birinci başlayır. Onlar da deyir ki, qardaş, mən çöldə bayda qalmaqdansa, lütfü gedim o dağda da aranda neyim? İşləyim. Onlar imtahan verib geri qayıtmalı deyil. Məsələn, qayıda bilirlər. Necə? Onlar məsələn sonra imtahan verib yer dəyişmək üçün də imtahan vermək lazımdır. Yoxsa elə belə birbaşa imtahan. Bəli, səhv eləmirəmsə 3 il amma deyəsən keçməlidir. Dəqiq bilmirəm o detalları, yəni işləyənlər yaxşı bilir. Amma o da MİQ-lə mümkündür, səhv eləmirəmsə. Təzədən bir də MİQ-ə girməlidir də MİQ. Bəli. Qarşılıqlı o deyəsən bilməm var qarşılıqlı. Məsələn, siz mənim məktəbimə gəlməlisiniz, mən sizin məktəbimə. O deyəsən elə bir şey. O da bilməm hardan taparsan, necə. Kimdir buradan basa-basa durub deyib şeydə dağın başında. Yox, mən gəlim orada işləyim, sən gəl Bakıda işləyir. Elə bir şey mümkün deyil də. Həm də ucqar yerləri çox seçmirlər axı. İndi əksəriyyət yerlərdilər. Yer olmur da, yəni orası da düzdür. Prosta yer olmur. Ucqar yerlərdə H1, H2-də 3 ildən sonra gələndə əmsal biraz yuxarı olur. Yəni yığırsan bal, əmsal üstünə gələndə yəni elə bir şey balın artır. O yığdığı balın üstünə gəlir. Bəli. Məsələn 2024-də elə oldu.
Cəmaət 80-90 yığdı, gəlib balıq vurdu 100 nəmin neçəyə gəlib çıxırdı. Onlar imkan vermədilər ki, bu Bakıdaşlar Öyle şey buradakılar olur. şey O zaman eləsin. bu il imkan verim, Orada 30 bal verim. Gelen il bir de neyini gelip bir imkan verim. Öyle olur. Olur. dövlətin qoyduğu qaydadır. Allah köməyimiz olsun. İndi Amin. ben sizden Amin. bir şey sorayım. Biz indi ayın 7'sindən Buyurun. təkrara başlayırıq da, düzdür? İndi Bəli. təkrara başlayanda biz o Ha, seçdiyimiz mövzuları hamısını bir gün, məsələn, bir mövzuya bir gün həsr eləyəcəyik, yoxsa heç olmasa detallı bəli, biraz təsvir bəli. eləyəcəyik? Heç olmasa eləsək biz imtahana qədər proqramı bitirə bilməyəcəyik. Hə, Heç olmasa bilirik. elədiyimiz üçün biz proqramı bu həftə bitirdik. Yəni, Hə, başa düşdüm. İndi məsələn, bəli. ikinci günə bir mövzunu, beşinci günə bir mövzunu, belə də, yəni belə gedirik. Bəli, Arada üç bəli, günümüz olacaq da, onu demək istəyirəm. Yəni bunu bəli, nəzərdə bəli, bəli. tutuyorum. Hə, Allah, heç nə. Oldu müəllim, çox sağ olun. Vaxtınızı almayayım. Allah köməyiniz olsun. Buyurun, buyurun. Siz sağ olun, çox sağ olun. Vəfa xanım, buyurun. Salam ay müəllim yenə. Ay müəllim. Salam, salam, buyurun. Deyəcək ki, ay müəllim, mən 23-ü başa düşmədim. Ay müəllim, onu Buyurun demirəm. Vəfa xanım. 23-ü həmişəm düz yazmışam 23-ü. Allah, aferin. 23 yox, 25-i deyirdim. Çaşdım. 25-i bildim. Qeyd də elədim Əla, ki, nida əla. və cümlələrində harfli verilmir. Aferin, Amma aferin. amma bu nəsə 27-də izah elədiniz, nəsə onu başa düşmədim. Amma həqiqətən qulaq asdım. Bunun üçün gedirsən, təyin budaq cümləsini yenidən oxuyursan. Baş. Mən bilirəm, orada Bir. V var. Keçirik. Dayan, tələsmə. Burada country'dən söhbət getdi. İnsandan getmədiyi üçün whom-u çıxardıram. 2. Of-u vermisən və of-un ismi hanı? Məsələn, ikinci olanda of-un ismi Forest. 3-də of-un ismi hanı? Hanı? Müəllim, countries deyil onun ismi. Xeyr, country əvəzlənən isimdir. Bəs bunu mən o vaxtda keçmişdim. Burada bu tipdə testimizdə var idi. Əgər sən biri düz götürürsənsə, whose forest deyirsənsə, country'ni whose-la əvəzləmirsən. Whose-un da istədiyi Bəli. isim forestdir. Mən də sual verim, country'ni which-lə, of which-lə əvəzləyirsənsə, bəs forest hara getdi? Nə bilim. Sual verirəm də, biz axı keçmişik təyin budaq cümləsində. Whose sinonimi nədir? Whose bərabərdir of which deyil, bacı. Bəli, elədir, bilirəm onu. Whose-dan sonra gələn isim of which-dən əvvəl gəlir. Nə tez yadından çıxdı? Ghana is a country of whose forest. Ofdan əvvəl isim olmalı demək. Bacı, whose-un üstünə gələn isim of which-dən əvvəl gəlir. Bunu axı biz dərsdə keçmişik. O dərsdə bəs niyə oxumuruq biz? Niyə təkrarlanır? Gündə bir mövzu təkrarlarsa bir aya çoxdan proqramı bitirmiş olur. Bir dəqiqə. Dediniz ki siz bu Elə bir ki, 2 dəfə deyirəm. Elə danışırsan, elə bir 2 dəfə deyirəm. Bacı, ekrana bax da başına dönüm. Ekrana niyə baxmırsan? Baxıram. Whose-dan sonra isim gəlib, gəlməyib. Whose-dan sonra gəlib forest. Whose-un sinonimi of which deyil. Bəli, of which-dir. Yəni whose-u of which-ə çevirdimsə, forest-i hara qoymalıyam bəs? Forest də onun arxasına müəllim. Ay bacı, ekrana niyə baxmırsan? Ekranda yazmışam, sən ekrana baxmırsan. Deyirsən ki, baxıram. Bəli, müəllim. Of which-in Haradır bacı? Arxa deyil axı ora. Of which-dən əvvələ. Arxadır o. Bəli, müəllim, mən də onu deyirəm. Hə, of which-dən əvvələ. İndi mən də sual verirəm, hanı? Üçüncüdə, üçü qoyuram kənara. İkincidə of which-dən əvvəl isim var.
Yəni Of, ofdan əvvəl ikdən isim əvvəl var ikincidə. Ofdan əvvəl isim var ikincidə. müəllim, Forest var müəllim. İkincidə Forest var, bəli, bəli. Dörddə ofdan əvvəl isim var. Var müəllim, var. Üçdə ofdan əvvəl isim var. Yoxdur müəllim. Demək ofdan əvvəl isim Səhvdir, hə? olmalıdır. Təbii ki. Da of nədir? Ofu biz niyə istifadə edirik? Nəyinsə nəyi anlamında, filan şeyin nəyi anlamında. Hə, mən elə bilmişəm burada ofun arxasına kontri düşür deyə kontri desin də ona görə. Country sözü yadda saxlayaq. Yəni orada olan country olmasın başqa nə olur? Onu biz who-la, whom-la, that-la, which-la, whose-la, when-la, where-la əvəzləyirik. Ofdan əvvəl gələn isimlə əvəzləmirik heç vaxt. Axı biz Hə, seçmişik bunu. Biz buradakı adı da yadımdan çıxdı bunun termini. Biz buradakı söz veririk. İnsan idisə whom zət yazırdıq. Cansızdırsa which zət yazırdıq. Məkandırsa where yazırdıq. Nə bilim zamandırsa when yazırdıq. İnsan cansı olanda whose yazırdıq. Whose'un əvəzində of which verirdik. Amma biz onu for'dan əvəzləmirdik axı. For sadəcə whose'un ismidir ya da of which'in ismidir. Amma üçdə verməmişsiniz. Yəni of'u vermişsiniz amma ismi verməmişsiniz. Of da ın, in, un, ün deməkdir. In, in, ün. Yazırsınız ki Cəlilin amma Cəlilin nəyini demirsiniz. Yazırsınız maşının amma maşının nəyini demirsiniz. Yəni of'dan sonrakını əvvəlkini Başa vermişsiniz. düşdüm ay Ona müəllim, görə başa məna düşdüm elə mən. çıxır. Hə, heç mən kontri məni Tamam. çaşdırıb orada. Bildim. Bir tek müəllim burada elə xanımlarda yazmışdı. O 6-cı niyə səhv oldu tam olaraq? Neçə? 6-cı. Burada 27-də 6-cı. Bunu xanımlar yazıbsa o xanımlara da sizə də sözüm yoxdur. Təmüdal cümləsində ismi istəyən bir dənə söz var. Whose. Whose'dan başqa heç bir yəni orada nisbi əvəz ya da nisbi zərflikdən sonra isim Hə, gəlmir. heç. Bildim müəllim, bildim. Bağışlayın. Yox, bağışlayın deməyin. Bağışlayın sözünü deməyin. Bu dərsdir, dərs. Dərsdə müəllim hissənə də, Qarışıq tərifliyə salıblar də. sualı. Yox, ay müəllim, siz Hə. sual əsəbləşdirmə. Dəhşət qarışıq salıblar. Kaş keçən ilki kimi. Qarışıq deyil, qəşəngdir. Amma Yox, bağışlayın deməyin dərsdə. yox, bax keçən Davam ilki edin. kimi salıblar. Keçən il çox asan idi. Onda da hazırlaşa bilmədim. Elə pis oluram. Nəysə indi Bacı. istəyirəm bu il çətin qalacaqlar. Ay bacı, bu 2022-dir. Görsən, Hə, mənə çox qulaq pis. asmırsan ki. Sən mənə qulaq asmırsan. Mən deyirəm ki, 2022 bunların ilk gəldiyi, yəni indiki sual yazanların ilk gəldiyi ildir. Və dedim ki, onlar ildən ilə püxtələşirlər. Yəni, getdikcə standartı öyrənirlər, bilirlər necə sağmaq lazımdır. Ona görə ilkin 2022-23-də səhvlər oluydu. Daha səhv çıxmır. Bu nə deməkdir? Düzəldiblər özlərini demək. İldən elə düzəlirlər. Yaxşı mənada. İnkişaf eləyirlər. Anlatabildim mi? Bu bunların ilk Bildim, gəldiyi, müəllim. yazdıqları ilk. Ona görə olması normaldır. Analiz eləmirsiniz də, analiz eləmirsiniz. 24-də bir dənə baxsaq olar. Tez 24-də baxaq da bir dənə. Burada mən nədə çaşmışam deyim də. Y ilə C arasında qalmışam. C-Y. Onların arasında qalmışam. Elə müəllim. C ilə Y-yə baxaq. Cavab C-dir. Bəli. C-dir cavab. Bir dəqiqə mən nə yazmışdım? Y Hə, mən Y yazmışam. variantında, bacı, Y variantında görsən, yenə fikir vermirsən. Baxmaq lazımdır. İlk hansı isimlərlə işlənir? Sayılan tək. Okay. İndi deyin ki, uşaqların hər biri ya da oğlanların hər biri. Hə, each of the each of the child
Okay. The Each of child the nə children. demək? Yo, each of the children, üzr istəyirəm. Each of the children, hə, belə ola bilər. Oxa Child görə, nə bəli. demək? Uşaq. Yo, olmaz elə, bildim. Each of the children. Cəm olmalıdır, hə, indi bildim. Bəli, Cəm olmalıdır. bəli. Nə qəribə sınıfları, testi. Heç qəribə deyil, biz qəribəyik. Loan burada cəmdə deyil. Mən niyə iç verməliyəm ki? Məsələn, each Loan loan olsa pis qazon olardı, amma deməkdir. of, hə. Nə deməkdir? Bacı, birinci loan qazon deməkdir. Ot Necə? sahəsi sayılmır. Stadionun ot örtüyü nədir? Qazon sayılır da, hər nəysə. Sayılmayan isim. İkinci laf heç bilmə sayılmayan isim olmadığını. Ən azından cəmdə deyil ki, yox. Deməli, içi istifadə eləyə bilmərəm. Demək, each of olsa Next. həmişə cəm isim. Bu qədər. Hə, başa düşdüm. Bacı, Mən bir də içdən getmir söhbət. bildim, müəllim, mənadan gedir. Bacı, söhbət sayılan isimlərlə işlənən bütün quantifierlardan gedir. One, each, either, neither, another, many, few, a few, both, several, all, some, other yox. O ofla işlənmir. Enough. Bunların hamısında sayılan isim verə bilirik. Ona görə of versək, ofdan sonra sayılan isim varsa avtomatik cəmdə olmalı. Bəli, müəllim, başa düşdüm. Ay, mən bir şey deyim bir də. Mən nəsə bu 18 izah elədiniz, onu biraz başa düşmədim. Ona baxsaq olar. Neçə? 18 ay müəllim, 18. 18-ə baxsaq olar. Deyir ki, asistanına nəysə elətdirmək. Mən bura have versəm, burada grade olmalıdır. Mən bura get versəm, burada to grade olmalıdır. Mən bura let versəm, burada grade olmalıdır. B'ni çıxdım, S'i var. D'ni çıxdım, i'di var. E'ni çıxdım, to var. Qalıram A, C arasında. Mənim cümləm indiki zamandadır. Let də S üçüncü şəxsin təkində she. S qəbul eləmədiyi üçün keçmiş zaman sayılır. Amma burada yuxarıdakı zaman indiki zamandır. Keçmişlə uzlaşmır. C-ni də çıxıram, qalır A variantı. Müəllim, bu hansı keçdiyimiz qaydaya aiddir? Let, make, see, hear, note, feel, watch, observe'ın içində VOV vermiştim. İcbar növ, causative. İcbar demeyeyim ona. Causative. Orada. Pozitivlərdə siz demişdiniz ki, orada fiilin birinci formaları olmazdı da, yəni S olmazdı, ed olmazdı falan, elə demişdiniz, hə müəllim? Hə müəllim, O elə demişdiniz sağdakı feillərə aiddir. Let, make birinci forma, tuzsuz məsdər olur. See, hear, note, feel, watch, observe tuzsuz məsdər ya da ayıncı olur. O onlara aiddir. Soldakılara aidiyyatı yoxdur. Yəni burada Hə. letə, will have, is getting'ə, hədə, həzə aidiyyatı yoxdur. Onları istədiyi zamanda verin. Sağdakını have görə birinci forma, getə görə to, letə görə birinci forma. Çünki have-dən sonra somebody, kiməsə elətdirmək, get-dən sonra kiməsə elətdirmək gəldəndə have-lə birinci forma veririk, get-lə to veririk. Demək, have-lə birinci forma, get-lə də to, hə müəllim? To. Belə. Bəli. Hə, get-lə də to, have-lə birinci forma, get-lə to verməliyik. Hə, bildim müəllim, bildim. Birinci forma. Mən bir də üzrü sayım, burada 29-a baxsaq olar müəllim. 29-da onu da bilirəm, izah eləmisiniz. Sadəcə siz baxmayın, oradan bir kəlmə söz soruşacağım. Bu South Central China var. Müəllim, o South Central China. Mən bir yerdə oxumuşdum ki, bu South Central China, əgər Çinin şimali qərbi deyirsə, nəsə belə bu
dəqiq Çinin şeyini deyirsə içini də, əslində bu cəhətlərdən Z heç vaxt artikl işləməz də. Amma məsələn qabağına Çin qoyub, dəqiq məkan qoyub da, onda deyirlər ki, Z olmalıdır. Mən demək ki, bu səhv məlumat imiş, hə müəllim? Heç kim elə demir. Sadəcə siz yanlış başa düşmüsünüz. Hə, belə. Burada Bir də mən bir central olsun olmasın əlaqəsi yoxdur. Bir də Bir burada neçə söz network yan-yana problemi. gələndə, bir neçə söz yan-yana gələndə, aralarında söz onu olmayanda sonuncu sözə baxırıq. Burada China var. Yer məkan olduğuna görə qarşısında artikel işlənməz. Of olanda ofdan əvvəlki sözün qarşısında D artikli veririk. Vəfa xanım, burada mısınız? Ay Vəfa xanım. Vəfa xanım getdi. Nəysə, 2 dəqiqə gözləyək. Kiminsə sualı varsa arkadaşlar baxa bilərik. Okey, Vəfa xanım gəlmədi. Ona görə də kim istəsə çıxa bilər. Ay saniyələr qalıb. Bir dənə də baxaq. Okey. O zaman haqqınızı helal eyleyin. Leksikanı yazmamışam. Yəqin ki sabah axşama ya da 4-cünə yazıb ataram. 5-ci gün inşallah yazarsınız. Bir də o bir həftə başlayar. Vəfa xanım deyəsən gəldi. Vəfa xanım buyurun səsi açın. Son sualınızı da verin. Gedirəm futbola baxmağa. Vəfa xanım son sualınızı verin. Səsi açın. Bağışlayın, nəsə telefonda problem oldu. Of, Sualınızı verin. ben üzr son problem oldu. Mən çağırırdınız. Ben dəsə telefon öz başına çıxdı. Təzədən girdim. Tamam. Siz sualınızı verin. Bir dəqiqə. Hə, bu 29'u bildikdən heç. Burada bir tane tez 30'a baksaq olar. 30. Hə. Bir şey diyeyim. Buradaki bu network sözü var ya, bu network. O demek ki sayılırmış, hə? Bacı şəbəkə deməkdir də. Hə, şəbəkə sayılırmış demək. Yəqin ki sayılmayan mənası da var da. Burada indi sayılır. Bir şəbəkə, 2 şəbəkə, 3 şəbəkə. Hə, heç mənim sayılırmış. Bildim. Hə, ben bir de 30'a baksaq olar. 30, hə. Burada da ly deyir harda zərf düzəldib, amma səhv düzəldib. Speak warmly, mülayim şəkildə danışmaq. Happily married, xoşbəxt şəkildə evli, yəni
xoşbəxtcəsinə demirəm dayı. Happily sağındakı married onu təyin eləyir. C-ni yadda saxlayıram. Eventually sonunda nəhayət deməkdir. İmtahandan keçdi. Terribly busy. Yadda saxlayaq. Elvaylar, yəni tərzəki zəfləri. Özündən sağda gələn sifəti də təyin eləyə bilir. Özündən sağda gələn participle da təyin eləyə bilir. B-də də, E-də də o vəziyyətdədir. C-də səhvdə bunu 70 dəfə demişik. İndi də oldu 71-ci dəfə. Bəli. Deep başqa şeydir. Deeply başqa şeydir. Deep fiziki anlamda dərin. Dərinə inmək, dərinə üzmək. Bu deepdir. Tamam mı? Dərinə suya baş vurmaq. Amma deeply məcazi mənadadır. Dərindən etkiləmək, dərindən yaralamaq, dərindən təsir etmək. Burada deyir ki, delfinlər dərinə baş vura bilir, dərinə üzə bilir. Bu fiziki anlamdır. Ona görə burada bir deeply verə bilmərik. Deep olmalı. Bizim də səhvimiz budur. Hə, bildim müəllim. Demək səhvimiz oymuş. Hə, yazdım Bəli. bura. 32-yə baxsaq olar. 30 nə? 32 müəllim. Passive voice-da olan cümləni deyir, seç. To be dressed geyinmək deməkdir. Bunlar hamısı passive-in içindədir. Gedin əzbərləyin. Məhsul növünə əlaqəsi yoxdur. To be concerned, narahat olmaq. Məhsul növünə əlaqəsi yoxdur. To be annoyed, əsəbləşmək. Məhsul növünə əlaqəsi yoxdur. Sonra hansı qaldı? B-yə baxım. B-də ümumiyyətlə to be üstəgəl verb heç yoxdur. Səhvdir. Cavabımız qalır bir dənə E variantı. Niye employee yeni tələsməyin. Yeni işçi was dismissed, qovuldu. Sual verəndə də was-u atıb mübtədanın önünə deyir qovuldu. Cavab burada Y variantıdır. Buyurun. Nə görə bir səhv oldu? Yəni burada has bir tərəfdədir, selected-də bir tərəfdədir. A başı başına dönün. Məhsul olması üçün to be ya da get-də də 3 olmalı. Hanı to be yox? Hə, bil yoxdur. Bildim. 33 siz dediniz ki, o heç də o düşmür imtahana. Düzdür müəllim? Bəli. Elə deyil. Bir də burada 40-cıya baxsaq olar. 40-cıda başa düşmədim, yenə istəyir. Başa düşmək üçün cümləni doğru şəkildə axıra qədər oxumaq lazımdır. Few of the attendees yadda saxlayıram. Some of the-si yoxdur. Əvəzliyi of-la verəndə of-dan sonra determiner vermək lazımdır. A little of my cake. My cake düzdür. 4-də small amount of money. Amount həmişə yadda saxlayın. Qabağında en artiklı olmalıdır. E variantında none of them knows how much of the story. Bu da düzdür. Bu da 2 dənə səhv var. Biri 2-dədir. Some of, sonra determiner, sonra isim verməlisiniz. 4-də də amount'un qarşısında həmişə en artiklı olmalıdır. Mən bir şey deyim. Demək, amount'un qarşısında amount'a görə en olur da, düzdür. Bu 2-də də deyəsən bu iki tipli, bu 40-da olan ikinci tipli testlər deyəsən düşmür. Elə yoxsa bunda salırlar bu tiplər. Başa düşmədim. Bu ikinci var, müəllim, ikinci. He will be some of responsibilities so that. Əvəzli mövzusudur. Niyə düşməsin ki? Əvəzli quantifier mövzusudur. Allah Allah, niyə düşmür ki? Düşüb ki salıblar da baş. Niyə düşmür ki? Nə əlaqəsi var? Hardan bilirsiniz ki? 100 dənə indiyənə qədər imtahan olmayıb ki, 100 dənəsinə 90-ında düşməyibsə deyək ki, düşmür. Belə şey olur. Bəs birincidə verirsiniz of-dan sonra determiner.
Üçüncüdə verirsiniz, ofdan sonra determiner. İkincidə, 5-də də vermişsiniz. İkincidə vermişsiniz, deyir 2 düşmür. Onda 1, 3, 5 niyə düşür ki? 1, 3, 5'də də veriblər də. Elə şey olur. Elə yanaşma var. Olmaz. Sonra Mən onda bu ikincide bu səhv oldu ki, yəni sum of responsibilities sadəcə o yeri səhv oldu da, müəllim. Belə qeyd elədim. ofdan sonra bacı ofla işlənən bütün əvəzliklər ofu verdiniz. Ofdan sonra determiner verməlisiniz. Xahiş eləyirəm, dərsləri təkrarlayın. Gündə bir mövzunu təkrar eləsəz, 20 günə bütün proqramı qurtarmış olursunuz. Bunu heç biriniz eləmirsiniz. Əvəzliyi niyə təkrar eləmirsiniz? Nə vaxt eləyəsiniz? İl bitdi, imtahan yaxınlaşdı. Bilirəm müəllim, bilirəm. Vaxt tapdıqca eləyəcəm. Gerək bütün Başqa sualınız yoxsa mən gedirəm futbola baxmağa. Mən bir də çok üzr ben burada ilk yazdım. O bir tane deyim. İlk yapardan da ilk yazılıp neydi? Bir şey var idi bu artikel olan. Ha bildim. Network demek sayılabilir. Düzdür. Bacı, network'ın salim sayılmadığını bilmək üçün başına dönün. Bax, niyə belə eləyirsiniz, mən anlamıram. Niyə girib internetdən araşdırmırsınız? Bax, niyə araşdırmırsınız? Bu qeyri-adi bir şey deyil. Yazın da, yazın internetə gəlsin də. Yəni, hər xırda sözü məndən soruşub, yəni, 2 gün məsələn, adam 2 gün məndən cavab gözləyir. Girib 2 dəqiqə internetdən maraqlanmaq istəmir. Nədir 2 günə müəllim yazacaq. Özünüzün vaxtınızı niyə belə harcayırsınız? Bax, burada nə yazır? Bax, burada nə yazır? Mən ilk dəfədir network sözünü girib internetdən baxıram. Bax, sizin üçün. Mən də sizin üçün. C hərfi yazdım. C, K demək. Yəni, countable sözünün baş hərfidir. Hara yoxa çıxdı bu? K, yəni countable. Görək başqa mənası var, yoxsa yox. Countable'dır, sayılan. Baxın görüm, sayılmayan forması var, yoxsa. Bax, məsələn, network verb yazıb. Fiil forması da var. Sonra aşağıda təzədən network yazıb, intransitive i. Intransitive, yəni təsvir. Fiil bir dənə də mənası var. Başqa yenə countable mənası var. Yenə fiil mənası, yenə countable'dır. İşe düştüm ay müəllim. Vəssalam, yenə fiildir, vəsyo. Məsələn, mən tatmin olmadım bunlar. Ona görə Longman Dictionary-yə də baxmaq istəyirəm. Görün, bəlkə sayılmayan mənası da var. Bir dənə də o lüğətdən açıb baxıram. Görün, network, uncountable kimi ingilisində var, yoxsa ancaq countable. Yazıb burada, yaşıl rəngdə. Görürsünüz, noundur və countable'dır. Okey. Düşürəm, baxıram, görün, başqa qeyri-adi nə. Bir də fiil kimi işlənib, bu da yazıb intransitive, transitive 2 mənası da var. Yenə noundur, countable'dır, verb'dir, başqa heç nə yoxdur. Bir dənə də Oxford'a baxmaq istəyirəm. Bununla da tatmin olmadım. Bir dənə də Oxford Dictionary'yə baxım. Yəni, əlimizin altında hər şey var. 21-ci əsrdəyik. Hər şey eləyə bilərik, amma heç nə eləmirik. Ona görə də qabağa addım ata bilmirik. Xəttinizə də dəysin, dəyməyib bilmirəm. Çəkilin divara dəysin. Okey, network var. Baxaq görək nədir? Network noundur, A2-dir, nə bilim nədir, qeyri-adi görün burada. Nə yazılıb, başqa heç nə. Bu yazmayıb, countable'dır, uncountable'dır. Heç bir şey də yazmayıb, computer falan filan. Bir dənə də idiom verir, vəssalam, başqa heç nə yoxdur. Deməli, network'ın sayılmayan forması yoxdur. Ancaq və ancaq nədir? Sayılan forması var. Bu qədər sadə. Şəbəkə deyəndə gözə görünməz xətlər gəlir. Ona görə dedim, bəlkə sayılmır. Ona görə Gözə çəkmişəm. görünməz zad bilmirəm bazı. Yəni, məsələn, kompüter şəbəkəsi ola bilər. Nə bilim, hörümçəyin qurduğu tor şəbəkə kimi götürə bilərsiniz. Özünüz şəbəkə qura bilərsiniz. Nə bilim, 50 dənə. Məsələn, mən bunu uncountable kimi də düşünürdüm ki, bayaqları var. Amma görürsünüz, bir hamısına baxdıqca gördünüz, yoxdur. Yəni, mən də sizin
vəziyyətdəyəm yəni. Sadəcə girib baxıb öyrənmək lazım. Başqa heç bir şey. Bəli. Başqa sualımız var mı? Yoxdur müəllim, yoxdur. Tamam. Hər birinizə təşəkkürlər. Minnətdaram. Gecəniz xeyrə qalsın. Allaha əmanət olun. Sağ olun. Sağ olun, sağ olun.